Salam, mən sizi salamlayıram. Mənim adım Elmira Umudova. Mən Greenway-in əməkdaşıyam və sizə bizim möcüzəli dəsmallardan danışacağam. Bu dəsmallardan ki, ən populyardır, ən çox satılan və ən çox alınan dəsmallardan danışacağam. Və prezentasiya hazırlamışam. Sizə indi göstərəcəm ki, maraqlı olsun və biləsiniz mən nədən danışıram. Deməli, başlayaq ki, bizim liflər, bizim mikrofiberlər niyə fərqlənir? Onsuz da hər yer mikrofiber satılır və daha ucuz qiymətə və pis işləmir. Niyə görə iminə Greenway seçməlisiniz? Deməli, Greenway-in lifləri tamamilə fərqlidir. Çünki mikrobları öldürür. Yəni, adi liflər öldürmür. Nəyə görə? Çünki başqa istehsalçılar həmin fiberlarda ekonomiya eləməyə çalışırlar və onların az miqdarda qoyurlar. Greenway isə burada qənaət eləmir və bizim liflər şəkildə göstərdiyi kimi kəsilmiş liflərdir və bu nə üçün lazımdır? Bu onun iş sahəsini genişləndirir və kapillər effekti yaranır. Yəqin ki, fizika dərsində olmusunuz, bilirsiniz ki, kapillər effekt nədir? Elə bil o çubuq olur stok içmək üçün. Həmin çubuğun üstünü bağlayanda o suyu içinə hopdurur. Düzdür? Yəni, bizim liflər onun üçün kəsilib ki, həmin effekt yaransın və daha yaxşı işləsin və o çirki suyu içində saxlayır və çölə buraxmır. Özəlliyi buradadır. Deməli, bir dəqiqə, yenə seçirəm başqa bir şəkil. Deməli, birinci, mən bu dəsmala gəlmişim əslində şirkətə. Çünki mənə çox maraqlı gəldi ki, necə yəni heç bir vasitədən istifadə etmədən, xeyridən istifadə etmədən qabları yumaq olar. Bəli, qabları yumaq olar. Bu dəsmallarla gördüyünüz kimi rənglərin çeşidi çoxdur və siz zövqünüzə uyğun, kuxnanıza uyğun rəng seçə bilərsiniz. Deməli, bu necə işləyir? Bunun bir tərəfi hamardır, bir tərəfi isə kirpiyə oxşayır və həmin tərəflə götürürsünüz əvvəl stəkanları, sonra qaşıqları, qabları yuyursunuz və ən çirkli, ən yağlı qabları sonraya saxlayırsınız. Götürürsünüz yağlı tavanı, dəsmalı içinə salsaz, dəsmal yararsız vəziyyətə gələcək, çünki bütün yağı içinə hopduracaq və işləməyəcək. Onun üçün nə etmək lazımdır? Götürürsünüz qaynar suyla əvvəl o çirki, o yağı yaxalayıb tökürsünüz. Ondan sonra götürürsünüz kirpi tərəfini və başlayırsınız yağı sıyırmağa və çirki götürməyə. Sonra əks tərəfindən çevirib yenidən eləyirsiniz və hamar tərəfi ilə bitirirsiniz işinizi. Sizin qablarınız tərtəmiz olacaq. Əlləriniz yağlı ola bilər, amma qablarınız yağlı olmayacaq. Bəli, möcüzəli kimi səslənir. Ona görə sizdən xahiş edirəm, alın, baxın və məni ipraf çıxardın. Əgər siz köpüksüz işləyə bilmirsiniz, əgər sizi narahat eləyir ki, köpük olmayanda təmiz olmur, əslində elə deyil. Amma yenə də bizim beynimizə bunu salıblar ki, elədir. Bizim çox gözəl qab yumaq üçün sabunlarımız var. Bu dəsmallarla istifadə edə bilərsiniz. Deməli, dəsmaldan başqa qubqalarımız da var. Əslində qubqanı mən daha çox bəyənirəm. Nəyə görə? Çünki qubqa daha elə bil əldə daha yaxşı yatır və daha çox hopdurur içinə. Amma stəkanlar, nazik hansı yerlərə bu girmir. Ona görə ikisini almağa məsləhət görürəm və bu sizdə minimum 1 il gedəcək. Minimum bu dəsmallar, iminə kuxna üçün, iminə qablar üçün, düzdür, onların istehsalçılığı deyir ki, minimum 2 il istifadə olmalıdır. Amma istehsalçı Yapondur, onlar bilmirlər ki, bizim mətbəximiz nə qədər yağlıdır və biz nə qədər yeməyə çox xoşlayırıq. Ona görə onu bizim üçün 1 illik biz məsləhət görürük. Deməli, ikinci dəsmal, hansı çox populyar və ən çox satılan şüşə silən dəsmaldır. Bu da çox gözəldir. Ümumiyyətlə, gözəl olmayan şey yoxdur əlbəttə ki, bizdə. Deməli, necə istifadə olunur? Yəni, siz əgər pəncərəni yumağa zəhləniz gedir və yaxud istəmirsiniz və yaxud indi havalar soyuyur, yağışlar başlayıb və pəncərələr pastayanla çirkli olur və siz vaxt uzadırsınız ki, bugün sabah, da bu problem bitdi.
5 dəqiqə ərzində siz hər pəncərəni yuva bilərsiniz. Deməli, bu dəsmalı götürürsünüz, yarısını ısladırsınız, o birisi quru tərəflə qarışdırırsınız və yaxşı-yaxşı sıxırsınız ki, yüngül nəm olsun. Yüngül nəm olandan sonra onu qəşəng yığırsınız belə və başlayırsınız silməyə. Məsləhət görürəm ki, güzgünü götürün, güzgünü çirkləndirin nəyinsə ki, görəsiniz necə işləyir. Sonra dəsmalla güzgünüzü silirsiniz. Güzgü olacaq belə dumanlı və çirkli kimi görünəcək. 20 saniyə gözləyirsiniz. Bu duman çəkilən kimi pəncərəniz və yaxud güzgünüz tərtəmiz olanda. Evdə ümumiyyətlə şüşədə nə varsa, hamısını bu dəsmalla silmək, yumaq olar. Lustra ola bilər, hansı parıltılı şkaf ola bilər. Yəni, ümumiyyətlə bizim məhsullar çox yerdə istifadə oluna bilər. Bir-birini əvəz edə bilər. Növbəti məhsul universal dəsmaldır. Buna biz toz silən deyirik. Çünki tozları çox yaxşı hopdurur içinə, pilisos kimi işləyir və bunu əlinizə alanda əslində belə xoşunuza gəlməyən bir şey olacaq. Elə bil ələ yapışır bu. Bu nə üçün yaradılıb, nə üçün belə düzəldilib? Tozu, çirki o qədər yaxşı hopdurur içinə ki, quru vəziyyətdə tozları siləndə tozlar özləri yapışacaq ona və tökülməyəcək. Və anti-statik effekti də var. Yəni olur, tozlar uçuşur havada, sonra yapışır yenə televizora və s. Yəni bu dəsmalla tozu daha az siləcəksiniz, nəinki adi dəsmalla. Və o quru vəziyyətdə toz silir. Sonra hər yeri parıldatmaq olar ondan və pronto, yəqin istifadə edirsiniz mebelləri parıldatmaq üçün. Artıq almayın, ehtiyac yoxdur. Bu dəsmalla bütün mebelləri silə bilərsiniz çox rahat. Və yaş vəziyyətdə isə başqa ləkələri apara bilər. Yəni adi dəsmal kimi istifadə oluna bilər. Sonra bir dənə də çox gözəl dəsmalımız var. Involver seriyası. Involver seriyası ən cod dəsmalımızdır və ən çətin gedən ləkələr üçün yaradılıb. Hamam, tualet, krantlar, rakavinalar, aspiratorlar və s. Yəni ən çətin gedən ləkələr və ayaqqabını təmizləyə bilərsiniz. Bundan əsaslı krasovkanın ağ yeri və xalça, yumşaq mebeldən çox yaxşı ləkə aparır. Bunun əslində formaları fərqlidir. Ən ucuz versiyası diskdir. Amma qubqası var, dəsmalı var, sponju var, əlcəyi var. Fərq ancaq qiymətdədir. Başqa bir şeydə fərq yoxdur. Sadəcə razmer fərqi var. Misal üçün, duş kabina üçün əlbəttə ki, bu balaca bir şeylə daha çox vaxt gedəcək. Əlcək alırsınız və əlcəklə daha tez onu təmizləyirsiniz. Bu dəsmal əlbəttə ki, nə qədər möcüzəli olsa, yenə də işləməyə bilər. Çünki bizim ərpimiz, çirkimiz, hamamda, tualetdə və başqa yerlərdə illər ərzində yığılan şeylərdir. Ona görə əgər birdən elə oldu ki, involver disklə, tək involver disklə təmizlənmədsəz, bizim əlavə bir məhsulumuz var, Mystic Pasta. Involver seriyanla bir-birinin üçün yaradılıb. Pasta və involver disk və yaxud başqa bir şey. Mən necə başa salıram əslində müştərilərə? Komit harda istifadə olunursa, pasta eyni yerdə, amma xloru yoxdur tərkibində, tərtəmiz silir, sıyırır, hər şey aparır, amma sizin əliniz təmiz olur, sizin nəfəsiniz təmiz olur və zövq alacaqsınız işdən, çünki çox yaxşı təmiz eləyir. Disk involverlə yaxşı işləyir. Əgər siz fikirləşirsiniz ki, qənaət eləyəcəm, pasta alacağım, adi qubqanla işlədəcəm, o işləməyəcək. Çünki adi qubqa onu hopduracaq içinə və yaxşı effekt verməyəcək və sonra mənə deyəcəksiniz ki, pastanız işləmədi. Mütləq yanında, pastanın yanında ya disk olsun, involver, ya skraber olsun, növbəti videolarda danışacağım o məhsullar haqqında, ya splitter olsun, yəni ki, hansısa bir cod dəsmal olmalıdır ki, bu mistik yaxşı işləsin. Və ikinci mistik, bu paraşokdur. Bizim dəsmalları bərpa eləmək üçündür. Yəni, yuduqca əlbəttə ki, onlar çirklənir. Siz onu sabunla yusaz belə, yenə də tutulur lifləri. Ona görə ayda bir dəfə mistik dozla onları yusaz daha yaxşı olar.
və paltarda olan ləkələri və yaxud setkalar, French press, aspiratorun setkası və s. Yəni elə yerlər ki, ora dəsmal girmir, mistik dozla çox yaxşı yuva bilərsiniz. Termosun içi, uşaq butulочkaların içi və s. Yəni nə sualınız qalıb, nə probleminiz varsa yazın, videonun altında yazın, həll edək, sizə kömək edək və ya əgər bizim məhsullardan istifadə etmək istəsəz və yaxud onlara toxunub baxmaq istəsəz, mənə yazın, sizi təqdimata dəvət edim və orada ətraflı söhbət edək. Çox sağ olun.